Kimimiz əhəmiyyət vermirik, kimimiz xüsusi anlam yükləyirik. Söhbət həyatımızın hər anında olan rəqəmlərdən gedir. Hər keçən saniyə rəqəmlərdə əks olunur. Doğum tariximiz, hər il artan yaşımız da rəqəmlərdə dəqiqlik tapır. Təhsil pillələrində də rəqəmlərlə yüksəlirik. Bəs görəsən onlar sadəcə işarələrdir, yoxsa kainatın görünməyən dilidir? Rəqəmlərin özlərinin mistik bir gücü yoxdur. Ona insanların yüklədiyi mistik mənalar var. Bizim doğum tariximizdə hər şey gizli, saxlı oradadır. Rəqəmlərin sirli bir xüsusiyyəti yoxdur. Numerologiya qədim bir elmdir, mən deyərdim. Qədim bilgi deyirlər. Kainat riyazi sistemlərlə işdir. Numerologiyada bu elmi simvollarla danışan dilidir. Tamamilə inanc və insanların psixologiyası ilə bağlıdır. Fəlsəfədə bununla bağlı iki cür yanaşma var. Birincisi platonik yanaşmadır. Yəni bu nə deməkdir? Rəqəmlər insanlardan əvvəllər də olub. İnsanlar onları kəşf edib. Necə ki dağları, məsələn çaylar sonradan kəşf etdiyimiz kimi. Bir də var formalist yanaşma. Yəni bu insan yaratdığı mənasına gəlir. Doğru olan mənim fikrimcə yəni icad olunmasıdır. Çünki rəqəmlər 1, 2, 3, 5 simvol olaraq insanlar tərəfindən yaradılıb. İnsanlar həmişə xaosdan bir nizam axtarıblar. Zaten insanlıq yaranandan bəri 3 suala cavab axtarır. Mən kiməm, hardan gəlmişəm və hara gedəcəm? Və insan göyə başını qaldırıb bu nəhəng kainatın içində, bu ulduzların altında yalnız olmadığını bilmək istəyir. Hansısa bir sistemin, özündən daha böyük bir sistemin parçası olduğunu, onu qoruduğunu, güvəndə olduğunu hiss eləmək istəyir. Çünki insanın ən çox qorxduğu şey qeyri-müəyyənlikdir. Və bizim beynimizdə ancaq qeyri-müəyyənlikdən bir məna yaşamaq üçün bizə özümüzə güc axtarmışıq həmişə. Meşədə gəzən insan bir ağacın bir şaqqıltısını eşidəndə həmişə onun arxasında hansı qüvvənin, vəhşi heyvanınmı, insanınmı, ya balaca dovşanınmı qaçdığın həmişə fərziyyələri ilə, həmişə beynimiz analiz etməyə meylənir. Ona görə də insanlar öz həyatlarında, gələcəklərində bir məlumatı olan bir elmə, bir sistemə həmişə maraqlanıblar, axtarıblar onlar. Bizim doğum tariximizdə hər şey gizli, saxlı oradadır. Yəni hər bir şey orada gizlidir. Doğulan gün, doğulan ay, il, bunlar hamısı bir məna kəsb eləyir və onların toplamı bir məna kəsb eləyir. Oradan bir 9 rəqəm biz hesablayıb çıxardırıq, o rəqəmin hamısı, hərəsi bir məna kəsb eləyir. Bu hər kəsə aydın deyil. Onu əlbəttə ki bir-bir açırıq və ona görə bu insanlara mistik gəlir. Riyaziyyatda rəqəmlər əsasən ölçünü, miqdarı, sıranı ifadə edir. Yəni rəqəmlər bəzən nə qədər, bəzən neçənci sualına cavab verir. Bəzi sıra nömrələrində də istifadə edir. Məsələn, evlərin nömrələnməsində filan. Ki insanlar müəyyən bir şeylərə məna yükləməyi sevirlər. Bəzən ola bilər ki, məsələn, təkrarlanan hadisələr eyni vaxtda təkrarlandığı üçün düşünürlər ki, məsələn, həmin günün rəqəmi bunlar üçün daha uğurludur. Məsələn, bəzi insanlar 7-ni daha uğurlu rəqəm hesab edir, 13-ü daha pis mənalara yozurlar, daha uğursuz rəqəm hesab edirlər. Amma bu yəni tamamilə inanc və insanların psixologiyası ilə bağlıdır. Yəni riyaziyyatda belə bir şey qəbul olunmazdır. Riyaziyyat daha dəqiqdir. Rəqəmlərin bu cür sirli bir xüsusiyyəti yoxdur. İnsan rəqəm olmasaydı təkamül eləməzdi ki. İnsan ilk nəyi saymağa başlayıb? Qəbilədə insanlar özlərini sayıblar. Hamı qəbilə üzvü yerindədirmi? Məhsulların saymağa başlayıblar. İlin, günlərin və insan fərqində olub ki, bir nizam var. Niyə qış gedir, yay gəlir, yay gedir, payız gəlir. İnsanlar bunu düşünə zaten oradan saymağı öyrənib. Zaten sayım olmasaydı, rəqəm olmasaydı, sistem bu qədər inkişaf eləməzdi. Yəqin ki, insanlar hələ də mağaralarda, hələ də qəbilələrdə yaşayırdı. Bəli, rəqəmlər, elmi riyaziyyat zaten Pifaqor deyir ki, kainat rəqəmlərin musiqi dilində danışır. İlahi sistemin olduğuna insanlar ta qədimdən biliblər və buna inanıblar. Buradan astrologiya kimi, numerologiya kimi elmlər bundan çıxıb. Çünki bu insanın rahatlaşması, o qeyri-müəyyənlikdə özünə yol axtarması. Bu qeyri-müəyyənlik bilirsiniz necə belə qaranlıq kimi, cəngəllik kimi həmişə insanı qorxudan bir şeydir. Qədim müdriklər inanırdılar ki, kainatda təsadüf yoxdur. Hər şey nizamın var olmasına xidmət eləyir. Rəqəmləri də bu nizamın simvolları hesab edirdilər. Məhz bu bilgilərin əsasında rəqəmlər haqqında təlim, numerologiya formalaşır.
İnsanlıq tarixi boyunca rəqəmlər sadəcə hesablama vasitəsi kimi deyil, həm də kainatın sirlərini açan rəmzlər kimi qəbul edilmişdi. Numerologiya qədim sivilizasiyaların dünya görüşündə xüsusi yer tutan, rəqəmlərlə insan həyatı arasında əlaqə axtaran mistik, fəlsəfi təlimdir. Onun kökləri qədim Misirə, Babilistana, Hindistana və Çinə qədər uzanır. Numerologiyanın sistemli şəkildə formalaşması qədim Yunan filosofu və riyaziyyatçısı Pifaqorla əlaqələndirilir. O hesab edirdi ki, kainatın əsasında rəqəmlər dayanır və hər bir rəqəm özünə məxsus enerji, məna daşıyır. Numerologiya qədim bir elmdir, mən deyərdim. Qədim bilgi deyirlər. Pifaqora qədər gedib çıxan bir elmdir. Pifaqor da deyilənə görə Misir ehramlarında bunun dərsini almışdır. Amma mən düşünürəm ki, burada tək Pifaqorun işi deyil. Yəni bura ilahi sistemin bir qatqısı var. Amma uzun müddət insanlardan gizlədilib, çünki insan özünü çox gözəl tanıyır numerologiya vasitəsilə. Lomonosov deyir ki, riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat başlı başına bir başqa bir fəlsəfə, bir başqa bir elmdir və doğrudan da kainat riyazi sistemlərlə işləyir. Amma numerologiyada bu elmi simvollarla danışan dilidir. Riyaziyyatın əsasında cəbr olsun ya həndəsi olsun, hər hansı bir problem həll edəndə, yəni onun içərisində hökmən, yəni rəqəmlərin, ədəddən istifadə olunur. Rəqəmlər tək riyaziyyatın deyil, kainatın dilidir, yəni kainatın simvoludur. Kainatın nizamlanması ilə bir əlaqəsi yoxdur məncə. Sadəcə kainatın dilidir, yəni simvoludur. Numerologiyanın özü zaten rəqəmlərin köməyi ilə, rəqəmlərin vasitəsilə insanın həyatında xarakterinin, həyatında yaşayacağı, yaşadığı bir həyat yolu haqqında analiz edən qədim bir mistik bir sistemdir. Numerologiya psixologiya ilə həm bağlıdır, həm də deyil. Bağlıdır nə anlamda? Məsələn, bir insan beyninə qoyubsa ki, 7 mənim üçün uğurlu rəqəmdir. Onun gözünün qabağına hara getsə 7-lər çox görünməyə başlayacaq. Ya da xristian aləmində 13 çox lənətlənmiş, qorxulu bir rəqəm kimi görsənir. Avropada 13 rəqəmində evdə qapı nömrələri yoxdur, 13-cü mərtəbə yoxdur. Bunun da kökəni biz baxsaq görürük ki, İsa peyğəmbərin son şam yeməyində 13-cü, 12 həvarisi olur, bir İsa peyğəmbərin özü olur, 13-cü Yahuda ona xəyanət eləyən, onu satan həvarisinin 13-cü o süfrəyə oturduğuna görə bu bir lənətlənmiş, bir xəyanətin, bir satılmış, bir uğursuz bir rəqəm kimi. Amma şərqdə 13 rəqəminə heç kim pis baxmır. Çində, Yaponiyada, Koreyada ölüm sözü ilə 4 rəqəminin səslənməsi si səsinə yaxın olduğu üçün heç bir qapıda siz 4 rəqəmin görə bilməzsiniz. 4 dənə hədiyyə vermək olmaz. Amma bizim şərqdə görürsüz 4 təbiətin 4 fəsli var, 4 ünsur var, şərq, qərb, cənub. 4 dörtlük insan deyirik. Bu insanın mükəmməl olduğu anlamına gəlir. Bunların özü bir daha sübut edir ki, rəqəmlərin özlərinin mistik bir gücü yoxdur. Ona insanların yüklədiyi mistik mənalar var. Buna elmdə plasebo ya da nosebo etkisi deyilir. Plasebo elmi araşdırmalarda adi bir vitaminin insanlara bu xərçəngi müalicə eləyir deyib verirlər və bu doğrudan da o insanların yaxşılaşdığını görürlər. Amma sonra həmin insanlara yox, bu səhv araşdırmaymış, bu dərman deyilmiş dediyində yenidən xərçəngin qayıtdığını görürlər. Bu da nosebo etkisi deyilir. Ona görə bütün hər şey bu inanc sistemlərimizin bizim beynimizdə başlayır və beynimizdə bitir. İlahi sistem elə bir sistemdir ki, Allahın sistemi. O hər zaman işləyir. Matrica, matrix deyilən bir şey var. O doğrudan da o sistem bizi hər an gözətləyir. Yəni biz o sistemin nəzarəti altındayıq. Biz məsələn, numeroloqlar çakra tökümü deyirlər ona. Çakraların bir-bir hərflərimizin anlamlarına. Oradan biz bilirik. Yəni sənin 7-70 nənə babalarından nə gətirmisən, hansı sınaqlar gətirmisən, onlar necə yaşayıblar, nəyi keçib, hansı imtahandan keçib, hansından keçə bilməyiblər. İnanın ki, biri də səhv çıxmır. Tək rəqəmlərlə işləmək mümkün deyil. Çünki eyni rəqəm altında doğulan nə qədər insanlar var. Ad, soyad orada analizə çox böyük bir, gözəl bir əlavəsidir onun. O da yəni orada hər şey yerbəyer olunur artıq. Numerologiya iddia edir ki, kainatda olan hər hadisənin öz ritmi var. Rəqəmlər həmin ahəngin dilidir. Bir rəqəmi özgüvəndir. Bir rəqəmi liderdir. Mən liderəm, mənimki deyər həmişə.
2 bir-birinə yaxın rəqəmlər bir-birinin əksi olur həmişə. 2 isə sən deməyə bacarır. Empati, insanlara anlayışlı, nəzakətli, özü üçün bir şey eləməz, başqaları üçün hər kəsi məmnun eləməyə çalışan bir rəqəmdir. Yəni insanlarla o münasibət, diplomatiya. 3 rəqəmi isə bizim bacarıqlarımız, bizim qabiliyyətlərimiz, bizim bütün əl işlərimiz, hər bir şey 3-dür. 3 işimiz, gücümüz və karyeramızdır. 4 rəqəmi bizim səbrimizdir, Allaha bağlılığımızdır. Yəni qəlb çakrasıdır. 1 rəqəmi kök çakradır. İkincisi cinsəl çakradır, sakral çakra deyirik. 3 mədə çakrasıdır, solar plexus. 4 qəlb çakrası olduğu üçün birinci növbədə səbir, yəni sevdiklərin və Allah ilə bağlılıq. 5-ci çakra boğaz çakrasıdır. Çox önəmli bir çakradır. Bizim danışdıqlarımızdan və yediklərimizdən həmişə sorğulanırıq, sorğulanacağıq. Yəni biz buna təsavvufda Sırat körpüsü deyirik. Oradan hər adam keçə bilmir. 5-dən, yəni 4-dən yuxarı 5, 6, 7 bunlar daha mənəvi çakralardır, daha mənəvi rəqəmlərdir. 6 rəqəmi isə bizim sezgilərimizdir, 3-cü gözdür. Mükəmməlliyətçilik, gözəllik, sevgi, ailə, bütün bunlar hamısı 6 bunları təmsil eləyir. 7 isə tam təpə çakra, başımızın tən ortasında yerləşir çakra olaraq və 7 rəqəmi mənəviyyatın tam üst nöqtəsi. Bu da Allahla direkt oradan bağlanan bir nöqtə. 8 isə bizdə ümumiyyətlə enerji sahəsidir dedim. Hakimiyyəti, gücü, otoritəliyi təmsil eləyir. Bir yandan da pul para. Özəl bir enerjidir. Pul, o da gücü təmsil eləyir. 9 isə tamamlanma enerjisidir. Axırıncı çakra. Hansı ki, elə 10-cu çakra açılmayıb insanlıq üçün, amma açılmaqdadır. 9-cu çakra həm bütövlükdür, tamamlanmadır və ən özəlliyi də şəfadır. Şəfa çakrası, bəli, kimsə 9-dursa, ayın 9-u doğulubsa, bu dünyaya gəlibsə, 9-dan yaşam yolu missiyası varsa, onlar enerji ötürər sənə. Özü isə əgər kimdəsə negativ bir enerji varsa, onu da götürər. Onlar sanki bir təmizləyici bir filtr rolunu oynayırlar. Amma özlərinə ziyan olmasın deyənə onlara həmişə məsləhətlərimiz olur. Həyat yolu rəqəmi biz ona missiyada deyirik. Doğum günü, ayı və ili. Bunlar hamısı toplanır. Yəni elə bil ki, bütün rəqəmlərin arasına üstəgəl işarəsi qoyuruq, toplayırıq. Biz oradan bir missiyamızdır. Bu həyat yoludur, yaşam yoludur. Missiyadan məslək veririk. Sonra bizim öz məsləhxanəmiz var. İlimiz toplanır. İl, məsələn, 1997. O toplanır, orada 8 çıxır. Məsələn, o 8 rəqəminə görə biz onun məsləyinə məsləhət veririk ki, sən hansı məsləyə gedərsənsə, daha yaxşı olar sənin üçün. İnsanlar ya missiyasından seçir, ya doğrudan da o hardakı onun peşə yeri var, peşə rəqəmi var, oradan seçir. Doğum günündən də seçə bilən var və güc rəqəmimiz var, oradan da seçə bilən var. Doğum tarixini götürüb onun vasitəsilə açdığımız o 9 rəqəm bizim şuur altımızdır. Şuur altında hansı kodlar varsa, onların hamısını numerologiya ortalığa qoyur. 2 nəfər hesab eləyin ki, ayın 3-də doğulub və yaxud da ki, yaşam yolu 3-dür. O insanlardan biri negativ ilə seçim edib gedə bilər, o birisi isə pozitivi seçib gedə bilər. Yəni öz həyat yolunu davam etdirə bilər. Əlbəttə ki, biz bilirik ki, seçim insanın öz əlindədir. Numerologiyada onu göstərir ki, bu adam negativdədir, yoxsa pozitivdədir. Burada gələcəkdən xəbər vermək deyil. Çünki gələcək sənin əlindədir. Gələcəyi sən qurursan bu dəqiqə. Amma numerologiya sənə kömək edir o gələcəyi qurmağa. Deyirsən ki, bu yolla gedərsənsə, sən buradan yaxşı bir yerə gedib çıxmayacaqsan və yaxud bunun sonu nə ola bilər? Yəni, ən pis ehtimalları başa salırsan. Bu yoldan gedərsənsə, sənin bax, filan hədiyyələr gözləyir və filan mərtəbələrə çata bilərsən. Yəni bunu da başa düşən insan öz üstündə əlbəttə ki, bizim məsləhətimizlə işləyir və inanın ki, 2 həftəyə, 2 aya qədər nəticələrini alıb çox da gözəl hədiyyələrini də alırlar. Həyatın onlara verdiyi hədiyyəni. Mən çox gözəl bir ailədə doğulmuşdum. Heç vaxt pula ehtiyacım olmamışdı. Həyatımın elə bir vaxtında heç bir iş görmədən, heç bir biznes eləmədən əməlli başlı borca düşdüm. İnsan deyir də ki, mən bu qədər Allaha yaxınam, bu qədər yaxşı insanam, mən niyə oldu bu? Araşdırmalar məni numerologiya apardı, çıxartdı və orada mən özümü tapanda, görəndə mən niyə borca düşmüşəm, o mənim üçün şok oldu. Sonra başladım öz üstümdə işləməyə. 2 il, 3 il mənə vaxt lazım oldu ki, mən
o öyrəndiklərimi birləşdirib hamısını öz üstümdə işləmək və başladım bütün qohumları, əqrəbələri, tanışları, bilişləri analiz eləməyə. Analiz bir adamda səhv çıxmazmış. Mən hər şəfalanan qadınla ruhumun bir parçasının şəfalandığını hiss edirəm. Biz onları şəfalandırdıqca özümüz də şəfalanırıq. Öz şəxsi yaralarına toxunmamış, onları şəfalandırmamış heç kim başqalarını şəfalandıra bilməz. Mən çox sevinirəm. Özümə təşəkkür etdiyim nöqtələrdən biri odur. Mən çox uzun transformasiya yolu keçmişəm. Çox ağır, ağrılı o şəfalanma etapından keçəndən sonra dəniz fənərinə döndüyümü hiss edirəm. Mən bütün xanımlara onu deyirəm. Mən oradan gəlirəm. Mən səni xilas eləməyəcəm. Mən sənə seyirdə heç bir şey vəd eləmirəm. Sadəcə mən sənin əlindən tutub bura gətirə bilərəm səni. Bu günə, bu olduğum yerə gətirə bilərəm. Əbcəd elmi ərəb əlifbasında 28 hərf var, 32 hərf də fars əlifbasında olduğu üçün əbcəd elmi oradan gəlir. Orada da hərflərin rəqəmlərlə uyumlanması var. Məsələn, əlif 1-ə təkamül eləyir, gəlir, çıxır bir mənası. Məsələn, bizim qədim Azərbaycanda yaranmış mistik axın, hürufilikdə insanın sifəti kainatın ən böyük, ən qədim, ən müqəddəs kitabıdır deyir. Çünki 7 əzamızla, qaşımız, gözümüz, burnumuzun forması ilə bizim üzümüzdə Allahın adı yazıldığını söyləyirlər. Bu elmlər, yenə deyirəm, yoxdur, biz deyə bilmərik. Amma bunlar birbaşa insanların onlara milyon illərlə yüklədikləri anlam və biz zaten bir söz var, deyirlər, bir adama 40 gün dəli desən, o adam dəliyə dönər. Biz nəsildən nəsilə o sözləri, o inancları ötürə gətirmişik. İnsan nəyə inanırsa, öz inanc sisteminə uyğun onu da yaşamağa başlayır. Qərbdə günah olan bir şey, qorxunc olan bir şey, biz burada onu çox normal qarşılayırıq. Çünki bizim inanc sistemimizdə, çünki bizim beynimizdə, arxetiplərimizdə o simvol qorxunc bir simvol kimi deyil. Biz burada bir Hindistanlıya demədən inək əti yedizdirib sonra ona desək ki, bu inək ətidir. Məsələn, donuzu biz yemirik, xəstəlik kimi baxırıq. Həm də dinimiz bizim buna, inanc sistemimiz buna bizi qadağan elədiyi üçün biz donuz yemirik. Amma donuz yeyən adamlar da ölmürlər və həyatlarına davam edirlər. Çünki onun onlara ziyan verdiyinə inanmırlar. Məsələn, bir adamın həyatında 7 rəqəmi çox çıxırsa, doğum tarixində, məsələn, mənim doğumumda son rəqəmlərim 7-dirsə və 7-yə bizim inanc sistemimizdə hansı anlamı yükləyiblərsə, ona uyğun numerologiyada oxuyub mənə bu sözü deyirlər və mən buna inanıramsa doğrudan da o mənim həyatıma öz etkisini, öz təsirini göstərə bilir. Bir estafetdir. Nənədən anaya, anadan qızına, qızından öz qızına ötürülən bir köklə, soyla çox bağlıyıq. Necə ki bir ağac təsəvvür eləyin. Kökü var, gövdə var, budaqlar var, budaqların üstündə çiçəklər, yarpaqlar, meyvələr var. Bəli, qəbul etməyən insanlar da var, mən başa salanda deyir, onlardan mənə nə? Gözəl bir iş gör, savabını onlara göndər. Deyəndə deyir ki, niyə onlara göndərim? Deyirəm ki, sən başa düşmürsən ki, bir savab onlara gedirsə, 20 savab sənə gəlir. Niyə? Çünki sən kökü sulayırsan, ağacın kökünə su tökürsən və sənin o savabın o qədər böyüyür ki, sənə şaxələnir, hər bir istər karyera, istər ailə, hər bir sahədən qabağa gedir. Numerologiyanı bilmək nə deməkdir? Şuuraltını bilməkdir. Şuuraltı əgər bizi idarə edirsə, indi baxın görün, numerologiya bizə necə kömək eləyir? Əgər bizim 95% şuuraltı bizi idarə eləyir, 5% biz öz şuurumuzla idarə edirik özümüzü. O zaman siz baxın, biz orada bütün şuur altında olan rəqəmləri bir-bir açıb bu adama başa saldıqca, ona görə çox adam deyir ki, şokdayam. Numeroloq 3 ay gedib numerologiya kursu keçib numeroloq ola bilməz. O numerologiyanın altında sənin psixologiya biliklərin, sənin şuuraltı biliklərin, karma biliklərin olmalıdır. Dünyəvi, dini biliklərin olmalıdır. Bəşər qanunlarını bilməlisən. Sən bunları bilməsən, sən özünə əlvi döşüvə döyüb deyə bilməzsən mən numeroloqam. Amma bugünkü gündə çox var belə numeroloqlar. Minilliklər boyunca axtarışda olan insanın iki mistik baxışı olub: numerologiya və astrologiya. Biri kainatın dilini rəqəmlərdə, digəri isə ulduzların və planetlərin hərəkətində axtarır. Numerologiya astrologiyadan 2-3 addım qabaqdadır bu dəqiqə. Astrologiya ulduzlara,
planetlərə görə, bir də döngülərə görə. Məsələn, 20 il bundan qabaq o planetlərin düzülüşü necə idi? Hansı bir işlər baş vermişdisə, bugünkü gündə də ondan hesablayıb bir çox məlumatlar verə bilirlər astroloqlar. Amma numerologiya şəxsi bir nəfərin adı, soyadı və onun doğum tarixi ilə bir çox şeylər. Yəni burada artıq biz heç kimdən asılı deyilik. Nə planetdən, nə ulduzdan, nə aydan, nə günəşdən. Sizin ancaq doğru, düzgün doğum tarixiniz olmalıdır. Mən bilmirəm din xadimləri nə dərəcədə qəbul edir, etmir, amma dini araşdıran bir insan kimi görürəm ki, tam da üst-üstə düşür. Amma məsələ burasındadır ki, o numerologiyanı kimdir təqdim edən? Ondan da çox şey asılıdır. Bəlkə kimsə numerologiyanı astrologiya ilə qarışdırır, ikisini bir yerdə verir. Kimsə dini cəhətdən, məsələn, mən dini və bəşər qanunlarını nəzərə alaraq həmişə numerologiyadan analizimi edirəm. Bəzi dinlərdə rəqəmlər, məsələn, bizim İslamda da Allahın zikir çəkmək var, Allahın 99 adı var. Məsələn, zikirlər var 33 dəfə, 99 dəfə, 100 dəfə çəkiləndə. Bunlar hamısı yenə dediyim kimi insanları psixoloji, biz saydıqca, eyni təkrar elədikcə neyronlarımızda yeni sinaptik bağlar əmələ gəlir və bu insanlara güvən hissini verməyə başlayır. Çünki artıq köhnə bağlarımızda zəifləmə, yeni bağlarımızda möhkəmlənmə olur. Zikr etmək zaten zəncir qurmaq deməkdir. Mən o böyük bir sistemlə zəncir qururam, ona doğru bağ yaradıram deməkdir. Numeroloji analizlərin təhlilində çakralar da rol oynayır. Onlar qədim şərq fəlsəfəsinə görə insanın daxilində görünməz enerji mərkəzləridir. İnanclara görə bu mərkəzlər, çakralar daim fırlanaraq həyat enerjisinin bədən boyunca axınını təmin edir. Çakra bizim insan bədənində olan 7 çakradır, 7 enerji mənbəyidir. Onlar həmişə hərəkətdədir. O deyirlər ki, filan kəsin çakrası bağlıdır, nə bilim mən açıqdır. Bu o deyil. Sadəcə dilimiz öyrənib ki, belə danışaq. Çakra ya zəif ola bilər. Yəni o çarx formasında bir enerji mənbəyidir. Onlar daima fırlanır. Ümumiyyətlə insanın bədənində hər bir hüceyrə hərəkətdədir. Hamı bir-biri üçün işləyir. Bütün orqanlar, hamısı gecə-gündüz işləyirlər. Biz o çakranın da işləməyi, yəni zəif olması, yəni və yaxud da ki, blokda olması deyirlər. Yəni bunu bir şey də əlavə edeyim ki, kimsə deyirsə ki, sənin üçün çakra açıram. Bu mümkün deyil. Bunu insan öz eləməlidir, başa düşərək. Çünki şəfa, mən həmişə deyirəm, istər numerologiyada olsun, istər başqa qədim elmlərdə anlamaqdan gəlir. Əgər sən beyninlə anlayırsan ki, burada nə var, nə yox, o zaman deməli sən şəfalanırsan. Uzaq şərq mədəniyyətində çakra deyilir, zaten dönən çərx deməkdir, enerji kanalımız deməkdir. Bu bizim təsavvufda nəfs mərtəbələrimizdir. Bir insanın içindəki təkamül yolculuğu. Məsələn, birinci çakranın anlamı qaranlıq, qorxuların. Məsələn, o təsavvufda o çakraya, ilk çakranın rəngi qırmızıdır, adı nəfs-i əmmarədir, əmr eləyən nəfsdir. Bu ilkel insanı ya da primitiv hələ instinktlərini kontrol eləyə bilməyən insanların ancaq iç, cinsəllik yaşa kimi fəlsəfədə olan insanların çakralarıdır. Burada bizim nə olur olsun, insanın milyonu var, amma yenə özün güvəndə hiss eləmir. Yenə deyir ki, ay sabah belə olsa mən nə edəcəm? Alıb hər şeyi depolamaq istəyir, evi doldurmaq istəyir. Bu insanın güvən problemi olan deməkdir. Fəlsəfi və psixoloji baxımdan belə yanaşırlar buna. İkinci çakra ləvvamədir. Burada qınaqdır. İnsan özünü və başqalarını qınayır. Üçüncü çakramız iradə ilə bağlıdır. Artıq insanın o enerjisi, o titreşimi yüksəldikcə dördüncü çakra artıq sevgi çakrasıdır, yaşıldır rəngi. Boğazımıza gələndə artıq burada 5-ci çakra birlik bərabəri tövhid bilinci. Mən və evrən yoxdur, mən və kainat yoxdur. Mən də bu kainatın bir hissəsiyəm və burada artıq 4-cü çakra açılanda bu nəfs mərtəbəsi mütmainə deyilir. Mütmain olmaq, rahatlamaq deməkdir. Sevgi çakrasıdır. Artıq burada nəfsi marziyə, burada marziyədir və sənin Allahdan razı oldun. Artıq nə gəlirsə gəlsin. Bunlar bilirsiniz insanların psixoloji təkamül yolculuğudur. Çünki o qorxuları özün güvəndə hiss eləməyən insana sən nə qədər də gedib desən ki, bu Allahın yazdığı bir qədərdir. Sən o heç vaxt ondan razılaşmayacaq. Həmişə bir savaş pozisiyasında olacaq. Burada 3-cü göz çakramız deyilir.
orada artıq sən intuisiyaya daha çox güvənməyə başlayırsan. Bunlar hamısı bizim titreşim səviyyəmizin qalxmasından və burada artıq saflaşmış nəfs var, nəfsi safiyə. Burada artıq animası və animusu ilə birləşib selfə doğru vahid insan. Artıq mən kiməm, mən hardan gəlirəm və mən hara gedirəmi artıq bilmiş, özünü tanıyan insan. Qeyri-müəyyənliklərə numerologiya ilə cavab tapmaq istəyi bəzən miflərin, doğru bilinən yanlışların ortaya çıxmasına səbəb olur. Mən insanları iki yerə bölürəm. Oyanmışlar, oyanmamışlar. Artıq bu çağda enerjilərin necə sürətlə işlədiyini gördüyümüz bir anda oyanmayıbsa, mən onu heç vaxt heç kimə zor etmək olmaz. Çünki biz bu dünyada ancaq özümüz özümüzü dəyişə bilərik. Məsələn, bir insan, qadın analiz etdirir və deyir ki, yoldaşımı dəyişmək istəyirəm. Deyirəm, sən onu dəyişə bilməzsən. Özünü dəyişəcəksən, səndən başlayacağıq və sonra görəcəksən ki, bəli, yoldaşın da dəyişdi. Elə bilirlər ki, mən orada deyəcəm ki, filan ildə filan kəslə tanış olacaqsan. Hətta məndən gülməli suallar verən məsələn xanımlar var da, cavan xanımlar. Yəni mən onlara başa salıram ki, bu o deyil. Biz burada hala baxmırıq. Ya və yaxud da ki, filan vaxtda filan şey olacaq demirik. Biz bugünkü sənin çarəsiz halın var, düzdürmü? Onunla, bax, numerologiya körpüdür sabahki möhtəşəm halın arasında. Hətta numeroloqlar var ki, özünü ən məşhur numeroloq elan eləyib Azərbaycanda, Qafqazda insanlara ancaq numeroloji analiz vaxtı telefon nömrəsi verir, maşın nömrəsi verir, bir də ev nömrəsi verir. Yəni bir 15-20 dəqiqəlik analiz edərək bunları deyir ki, bunu et, yaxşı olacaq. Belə insanlar dönüş eləyiblər mənim, yəni analizimə. Beynində dəyişiklik olmalıdır. O beyni sən dəyişə bilirsənsə, orada artıq şəfa başlayır və sizin həyatınız dəyişir. Yoxsa ki, mən gedim qapıma filan nömrə yapışdırım. Bu çox əslində təhlükəli bir şeydir. Mənim üçün belə bir eyni rəqəmlərdən təkrarlanmanın filan olması önəmli deyil. Düzdür, riyaziyyatçılar bütün rəqəmləri sevir, amma yəni riyaziyyatı seçməyin başlıca səbəbi bu deyil. Çünki riyaziyyatı sevən insanlar uşaqlıqdan daha çox analitik düşünməyə, analiz bacarığı olan insanlardır. Yəni onlar hər zaman niyə sualını verməyə bacarırlar. Mən ümumiyyətlə şagirdlərimə də deyirəm ki, məsələn, riyaziyyatda nələrsə heç nədən yaranmayıb. Yəni hər şeyin bir yaranma səbəbi var. Məsələn, mən hər hansı bir teorem deyirəmsə, demək ki, onun isbatını soruşmaq lazımdır. Həm də riyaziyyata zövq verən orada olan problemləri həll etməkdir. Rəqəmlərə görə deyil. İnsanlar, məsələn, riyaziyyatçılar rəqəmlərə görə riyaziyyatı sevmir. Daha çox orada olan məsələlərə görə sevir. Düşünün ki, qarşınıza bir düşündürücü bir məsələ çıxıb və siz onu saatlarla düşünüb həll edə bilərsiniz. Yəni həll etdiyiniz zaman ondan gələn sevinc, o qürur hissi, özgüvən hissi riyaziyyatı daha zövqlü edir. İnsanların görünməyə ehtiyacı. Mən daha böyük maşında görünəndə daha böyük adamam, daha uğurluyam və təbii ki, elə adamın da maşının nömrəsi belə çəkməlidir insanı. Bəli, burada numeroloqlarla da məsləhətləşirlər və hətta həftənin hansı günü alsam. Bir də var, insanın içində nə qədər dəyərsizlik, görünməmişlik, sevilməmiş kompleksi varsa, o adam daha böyük əşyaları ilə, böyük evlər, böyük maşınlar, bu rəqəmlərlə görünmək istəyirlər. Bu sırf burada psixoloji amillər daha çox özünü göstərir. Rəqəmlərin sirrin öyrənmək bütün insanların zaten bu bizim yaradılışımızda, fıtratımızda var. Kainatın təkcə rəqəmlərin deyil, kainatın sirrin öyrənmək istəyirik. Baxın, bütün insanlar bir iz qoymağa çalışırlar. Övlad qoymağa çalışırlar. Sənət əsərləri yaratmaqla, kitablar yazmaqla, heykəllər, mağara divarlarına belə rəsmlər çəkən insanlar, biz orada belə sayı görürük. İnsanların saymağı orada öyrəndiyini görürük. İnsan bir iz qoymaq istəyir. Gəldiyi yerdə mən bura aid idim, bu sistemin kiçik bir parçası idim. Həmişə insanlar bunu araşdırmaq, axtarmaq istəyirlər və bu bizim mənəvi qidamız. Düşünürəm ki, yəni rəqəmlərin sehirli bir mistik bir gücü yoxdur. Amma rəqəmlər bizim həyatımızda vacib bir amildir. Rəqəmlər simvollardan ibarətdir və biz demək olar ki, gündəlik həyatımızda bu simvollardan istifadə edirik. İnanın ki, numerologiya o qədər dərya, dəniz bir elmdir ki, mən bir dənə onu demək istəyirəm sonda ki, uşaqların tərbiyəsində, onların yönləndirilməsində, bax, gənc nəslin istər 20 yaşında da dönüşənlər var, 25 yaşında da tamamilə bütün beyni dəyişən, yəni yaxşı yöndə dəyişən gənclər var. Numerologiyanın nə qədər faydası vardır və mən bunu həmişə vurğulayıram, analara çox lazım. Rəqəmlər insan ruhunun güzgüsüdür, amma onlar yol deyil. Yol insanın içində
özündən özünə gedən, özünün ruhuna gedən yoldur. Bəlkə də rəqəmləri sehirli hesab etmək, onlara mənalar yükləmək insanın həm də özünü tanımaq cəhdidir. Çünki əsrlər boyu bəşər övladı taleyin sirrini öyrənməyə, həyatın mənasını anlamağa çalışıb. Rəqəmləri öyrənməklə, rəqəmlərdən öyrənməklə insan öz daxilinə baxmağa, kainatla gizli bağlarını hiss etməyə çalışıb. Axı sir axtarışı insanlığın əbədi yol yoldaşıdır.